Salam, hər vaxtınız xeyir olsun əziz abituriyentlər. Artıq bildiyiniz kimi Dövlət İmtahan Mərkəzi tərəfindən 9 illik təhsil bazası üzrə kolleclərə qəbul üçün Abituriyent 3 jurnalı, eləcə də Keçid Balları jurnalı artıq çap olunub və qeyd edək ki, hər iki jurnalın PDF-i bizdə mövcuddur. 070 742 28 18 WhatsApp nömrəmizə yazmaqla hər iki jurnalın PDF-ini əldə edə bilərsiniz. Eyni zamanda diqqətinizə çatdırmaq istəyirik ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 9 illik təhsil bazasına 9 illik kolleclərə qəbul üçün ixtisas seçimi avqustun 3-dən 9-adək davam edəcək və onu da qeyd edək ki, ixtisas seçimi üçün ən əsası peşəkar düzgün ixtisas seçimi üçün mütəxəssis müəllimlərimiz tərəfindən ixtisas seçiminizin aparılması üçün 070 742 28 18 WhatsApp nömrəmizə yazmaqla ixtisas seçimi üçün öncədən qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyatdan keçmiş abituriyentlər üçün konsultasiya, ixtisas seçimi və kodlaşdırma prosesini icra edəcək və həmin şəxsləri növbəyə alacaq və ən düzgün ixtisas seçimini edəcək. Və burada bir nüansı qeyd edeyim ki, əvvəla həmin nüansa keçməzdən əvvəl hər birinizdən xahişimiz odur ki, kanalımıza abunə olaraq videolarımızı bəyənəsiniz. Belə olduğu halda siz videolarımızın anında xəbərdar olacaqsınız və videolarımızın ardının gəlməsinə səbəb olacaqsınız. Yəni biz biləcəyik ki, hansı mövzular izləyicilər üçün daha maraqlıdır və biz o mövzulara istiqamətlənib daha çox o haqda məlumatlandırma xarakterli videolar çəkəcəyik. Eləcə də hər hansı sualınız varsa, ixtisas seçimi ilə bağlı, jurnallarla bağlı, prosedurla bağlı videoların aşağısına şərh bölməsinə fikirlərinizi yaza bilərsiniz. İndi isə keçək həmin önəmli nüansa. O nüans ondan ibarətdir ki, bəzən biz görürük ki, bizə gələn müraciətlər olsun, videolarımız aşağısında şərh bölməsi olsun, başqa mütəxəssislərin videolarında olsun. Qeyd etmək istəyirik ki, bəzən valideynlər düşünür ki, 9 illik kollec necə gəldi ixtisas seçimi edəcək, onsuz bu deyək uşağımız və yaxud abituriyent çox aşağı bal toplayıb, onsuz kollecə gedəcək, nə aidiyyatı var, hansı kollec ixtisası oldu, axır əvvəl kollec olacaq. Yəni bu çox yanlış düşüncədir. Niyə? Çünki kollec ixtisas seçimləri elədir ki, bilirsiniz ki, kollec təhsili 3 il olacaq və siz o 3 ili bitirdikdən sonra sağdan soldan görəcəksiniz ki, necə olur ki, başqa bir mənimlə eyni səviyyədə kollec bitirən bir tələbə abituriyent 3 ildən sonra bakalavr kimi heç bir imtahan vermədən birbaşa bakalavra, yəni ali təhsil müəssisələrinə, universitetlərə qəbul üçün müraciət edə bilir və qəbul olur. Bəs mən niyə ola bilmirəm? Mən də kollec bitirmişəm, 3 il oxumuşam, ümumi ortalamam da yaxşıdır. Bəs mən niyə bakalavr adını əldə edərək imtahansız şəkildə universitetlərə qəbul ola bilmirəm? Bu zaman siz fərqinə varırsınız ki, sizin bitirdiyiniz o 3 il boşunaymış, gələcəyiniz üçün düzgün ixtisas seçimi aparılmayıb. Hansı səbəbdən? O səbəbdən ki, sizlər və yaxud sizin üçün ixtisas seçimi edən müəllimlər bu prosesdə sıradan yanaşıb, kollec olsun, nə olur olsun, region olsun, şəhər olsun, nə olur olsun, ixtisas olsun, necbi tələbə olsun deyiblər. Ancaq biz ixtisas seçimi edərkən istər kolleclərə qəbul olsun, istər universitetlərə qəbul olsun, hər zaman çalışdığımız önəmli bir məqam var ki, həmin o abituriyentin ixtisas seçimini elə aparaq ki, həmin abituriyent ixtisas üzrə 3 il təhsil aldıqdan sonra kollecdə o subbakalavr kimi, daha sonra ali təhsil müəssisələrinə, yəni bakalavra qəbul olsun, universitetlərə qəbul olsun və ondan sonra da magistr, doktorantur üzrə bu şəkildə peşəkar karyerasını davam etdirə bilsin. Yəni bu ixtisaslar haqqında da bizim mütəxəssis müəllimlərimiz məlumatlıdır. Yəni burada bu jurnallarda gördüyünüz hər ixtisas sizi subbakalavr adını qazandırmır və sizi birbaşa olaraq ali təhsil müəssisələrə, universitetlərə aparmır. Sadəcə müəyyən ixtisaslar var ki, onları bitirərək siz daha asan şəkildə bakalavr səviyyəsinə qəbul ola bilərsiniz. Bu səbəbdən hər birinizə tövsiyə edərik ki, işinizi peşəkar müəllimlərə etibar edəsiniz. Çünki ixtisas seçimi sıradan bir proses deyil, uğurlu karyeranın təməlidir və sizlərin gələcəkdə bakalavr adı almağınız üçün olan bir keçiddir, prosesdir deyək. Ona görə 3 il təhsil alacaqsınız, ya ödənişli, ya ödənişsiz. Yəni hər bir halda maddi, mənəvi olaraq zəhmət çəkəcəksiniz, ümumi ortalamı toplayacaqsınız. Yəni yaxşı olar ki, çalışasınız ki, yaxşı bir ixtisas, elə ixtisas oxuyasınız ki, yəni burada əsas məsələ deyəcəksiniz müəllim, yəqin ki, yüksək bal toplayan ancaq belə oxuya bilər. Mənim balım aşağıdırsa, mən birbaşa subbakalavr ola biləcəyim ixtisaslara qəbul olmuram. Xeyr, bu çox yanlış düşüncədir. Niyə? Çünki
Həmin o adını çəkməyəcəm o ixtisasların. Biz o ixtisaslar haqqında konsultasiyada məlumat veririk. Həmin o ixtisaslar elə ixtisaslardır ki, onlar yəni balı aşağı olanlar belə o ixtisasları seçə bilirlər və gələcəkdə subbakalavr kimi asan şəkildə bakalavra qəbul ola bilirlər. Və o baldan asılı deyil. Onu da bildirmək istədim. İndi isə gəlin ixtisaslara nəzər yetirək. Keçən videomuzda Bakı Dövlət Universitetində Humanitar Kolleci, eləcə də İqtisad Universitetində Maliyyə İqtisad Kollecinin ballarına nəzər yetirmişdik. Bu videomuzda isə gəlin Qida Sənaye Kolleci nəzər yetirək. İqtisad Universitetinin nəzdində fəaliyyət göstərir. Burada siz yenə də qeyd edeyim ki, qarşısına diyet olan ixtisaslar ödənişli əsaslarla qəbul aparılan ixtisaslardır. Qarşısına boşluq olan ixtisaslar isə DS üzrə, yəni dövlət sifarişli, pulsuz, yəni DH dövlət hesabına qəbul ola biləcəyiniz ixtisaslardır. Deməli, İqtisad Universitetinin nəzdində Qida Sənaye Kollecində siz çörək, un və unlu qənadı məmulatların texnologiyası, ətət məhsullarının texnologiyası, ətraf mühit mühafizəsi və bərpası, İstehlak mallarının ekspertizası, konservləşdirmə və qida konsentratları texnologiyası, qida məhsulları təhlükəsizliyi, şərabçılıq və qıcqırtma texnologiyasının islahatının texnologiyası, iaşə müəssisələri servisi, mehmanxana təsərrüfatının təşkil və idarə olunması ixtisasları üzrə həm ödənişli, həm də dövlət hesabına, yəni pulsuz şəkildə təhsil ala bilərsiniz. İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Sosial İqtisad Kollecində isə siz bank işi, maliyyə işi, mühasibat işi, vergi işi, kompüter sistemlərində proqram təminatı, sosial iş ixtisasları üzrə həm ödənişli, həm də DS üzrə qəbul ola bilərsiniz. Neft və Sənaye Universitetinin nəzdində Sənaye Texnologiya Kollecində isə kargüzarlıq və arxiv işi, bələdiyyə işi, marketinq, sənaye üzrə, mühasibat uçotu, avtomatlaşdırılmış idarəetmə sistemlərinin istismarı, ətraf mühitin mühafizə və bərpası, informasiyanın işlənməsi, idarəetmənin avtomatlaşdırılmış sistemləri, kompüter sistem və kompleksləri, kompüter sistemində proqram təminatı və s. kimi ixtisaslar üzrə həm ödənişli, həm də DS üzrə qəbul ala bilərsiniz. Balları da ekranda görünür və daha ətraflı şəkildə jurnalın PDF-ni 070 742 2818 WhatsApp nömrəmizə yazmaqla əldə edə bilərsiniz. Belə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecində isə sizlər ailə və ev təhsili, inklüziv təhsil, məktəbə qədər təhsil, mədəni kütləvi tədbirlərin təşkilatçısı, kompüter şəbəkə və şəbəkə inzibatçılığı, sosial iş və kompüter şəbəkəsi avadanlıq təmiri və servisi ixtisasları üzrə təhsil ala bilərsiniz. Belə əziz abituriyentlər, videonun uzun olmasını və sizlərin də yorulmasını istəmirəm. Ona görə də daha ətraflı şəkildə jurnalın PDF-ni WhatsApp nömrəmizə yazmaqla əldə edə bilərsiniz. Eləcə də ixtisas seçiminizin peşəkar düzgün şəkildə aparılaraq subbakalavr kimi daha sonra heç bir imtahan vermədən ali təhsil müəssisəsinə, yəni universitetlərə ümumi ortalama ilə qəbul istəyirsinizsə, 070 742 2818 WhatsApp nömrəmizə yazmaqla ixtisas seçimi üçün qeydiyyatdan keçə bilərsiniz. Hər birinizə uğurlar arzu edirik. Bugünkü videomuz bu qədər. Gələn videolarda görüşmək ümidi ilə. Kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi və videonun aşağısı şərh bölməsinə yorum yazmağı unutmayın. Hər birinizə uğurlar.